keyslərə diqqət etdirin. Neçə keys qadın idi, indi oğlandır. Daha görün, davranış necə dəyişir. İlkinin 12 yaşı var. O 7-ci sinifdə oxuyur. Məktəbdə hər zaman zəkası ilə seçilən şagirdlərdən biridir. Müəllim hansısa tapşırığı verəndə o digərlərindən daha sürətli yerinə yetirir, çünki matematik bacarıqları yüksəkdir. Həmçinin basketbolda da məşğul olur. Boyu yaşlarının demək olar ki, çox ucadır. Müəllimlər onu narahat etməsə də son zaman yaşadığı hadisədən sonra ilkinin artıq boyunun uzunluğundan dolayı özünü yaxşı hiss etmirdi. Bu hadisəyə görə riyaziyyat dərsində baş vermişdi. Müəllim dərsdə onun boyu uzun olduğu üçün ən arxa sıraya keçirmiş və yaxından görməsində problem yaranmış elçini isə onun yerinə keçmişdi. Müəllim bunu edərkən sinifdəki digər uşaqların bu hadisədən gülərək ilkinə boyu ilə düzgün olmayan ifadələr ünvanından qarşılanmışdı. Yəni onun boyundan bullying etmişdilər. Və bu hadisədən sonra uşaqlar ilkinlə daha az vaxt keçirməyə başlamış, ondan uzaqlaşmışlar. Tez-tez onunla bu barədə zarafat edir və ilkin bu fikirləri müxtəlif şəkildə məyus olmuş və boyuna görə utanmağa başlamışdı. İlkin get-gedə özünə qapanmış, əsəbi birinə çevrilmişdi. Valideynlərin məktəb haqqında ondan soruşduqda ilkin məktəbi yoldaşlarının sevmədiyini, hətta onlara nifrət etdiyini, artıq dərslərə qatılmaq istəmədiyini deyirdi. Yəni fəal bir şagird artıq məktəbdən uzaqlaşmağa başlayır. Valideynləri isə bunu tənbəllik olaraq qeyd edir, oğlunun bir gün istirahət etməsinə icazə vermişlər. Bu müddət ərzində onun fikirləri yaxşıya doğru dəyişsin deyə. Amma bu məsələni müəllimləri ilə danışıb araşdırmağa cəhd göstərməmişdilər ki, uşağın vəziyyətinə nə baş verib. İlkin nə zaman keçdikdə bir-iki gün kifayətlənməmişdi, o artıq bir neçə həftə idi ki, məktəbə getmir, valideynləri nə qədər cəhd etsələr də onu məktəbə göndərə bilmirdilər. Və narahat qalan valideynlər onun müəllimləri ilə danışmağı, daha sonra psixoloqa müraciət etməyi düşünmüşdülər. Siz bu keyslərdə neyniyərdiniz? İndi gəlin baxaq komandanın rəyinə. Mən burada müəllimə ilkinin sinifdə bullyingə məruz qaldığını düşünürəm. Ona görə ki, müəllim hər bir şagirddə ilk öncə empatiya hissini və mərhəmət formalaşdırmağı bacarmalıdır. Bəli, təhsildən təhsil bilənlərin və təhsil alanların bərabər hüquqlu olduğunu hər birimiz gözəl bilirik. Təhsildə bərabər imkanların yaradılması prinsipinə əməl etmək hər birimizin vətəndaşlıq və insani borcumuzdur. Belə şagirdlərin psixoloji durumunu yaxşılaşdırması üçün əlverişli bilinci ilk öncə müəllim, yəni təhsil verən tənzimləməlidir. İlkin, mən birbaşa oxuyurum, müəllim. İlkin özünə qapanma səbəbi söz azadlığının əlindən alınmasıdır. Mənim fikrimcə, bu da bullyingin bir növüdür. Bullyinglər müxtəlifdə müəllimə var, fiziki bullying var, sosial bullying var, təzyiqlər. Ona görə ki, ilkin özünə fikrini ifadə etmək istəkdə müəllim anlayış göstərsəydi, ilkin də özünə qapanaraq sinif yoldaşlarına və insanlara qarşı agresiv duyğular yaşamazdı. Məktəb psixologu ilk öncə müəllim, şagird və valideynlərlə sıx əlaqə saxlamalıdır. Yəni, müəllim, şagird və valideyn üst bucağı tənzimlənməlidir. Hər bir problemi situasiyada psixolog anlayış göstərib problemi ən əlverişli yolla həll etməyi bacarmalıdır. Göstərib problemi ən əlverişli üsulla həll etməyi bacarmalıdır. Axırda yazdığım özüm başa düşmədim.